Ben. Aha, birincidə necə eləyəcəkdik? Mən Köklər. birincisində burada birinci x'i çıxadacağıq. 2x minus 5. Onda köşklər də olacaq 1'i 0. Bir də 2,5. Ay, sağ ol. Biri sıfırdı, biri de 2,5'ti. İkincide x'in Səmra tez-tezdə x'i çıxarsaq nə qalacaq? X'i çıxarsam 3 çıxılsın 7,5. X X, bərabər bəli. də 0. Bir kökü nə olacaq, bir kökü nə olacaq? Mən 7'nin neçə ikincisi. Mən Daha burada biri x1 bərabər olacaq 0'a, x2 də bərabər olacaq 0,4'ə. sıfıra böləndə 7,5'i 3 elə ki 7 demədik ki x Mən 3 1,5 x 2 çıxılsın 5 x bərabər də 0. yəni belə deyək də 7,5 x'imiz bərabər olacaq 3'ə, düzdürmü? 3'ü də böləcəyik 7,5'ə. O da 0,4 olacaq. Düzdür, nə var? İkincidə də 0,4 Ben. oldu. Sonra Ben. üçüncü. Üçüncüsündə mən burada ikisi də həmişəki mötərizə xaricində çıxaracaq. 15x plus 7. Bir x'imiz x1 bərabər 0 olacaq. X2 də bərabər olacaq mənfi 15'də 7. Doğrudur. Dörtte Səmra. 4y'in kvadratı üzərinə y bərabər də 0. Aha. Y vurulsun 4y üzərinə 1 bərabər də 0. Y1 bərabər də 0. Y2 bərabər də mənfi 125. Ay sağ ol. Yəni biri bölürük dördə də. Biri də dördə böləndə 0,25. Sonra 5. 5. Mənfi 2,5 x'in kvadratı plus 5x bərabər 0. 2 çıxacaq mötərizə xaricində mənfi 2,5 x plus 5 bərabər 0. Bir dəfə x1 bərabər olacaq 0'a. Bir dəfə də x2 bərabər olacaq 2'yə. Ay sağ ol. 6 Səmra. Burada 9z'in kvadratı çıxılsın 2z. Z vurulsun 9z çıxılsın 2 bərabərdir. Z1 0, Z2 də Sıfırdır. 9'da 2. Bəli. Z2-də düz deyirsən. 2 bölünsün 9, yəni 9'da 2. 8. Benliği həll edin. Birincisinin 9x'in kvadratı çıxsın 25 bərabər 0. 9x'in kvadratı bərabər 25. X'in kvadratı bərabərdir 25 bölünsün 9. X də bərabərdir müsbət mənfi 3'də 5'ə. Aferin. İkinci Səmra. Mən burada mənfi z'in kvadratı çıxılsın 9 bərabər 0. Z'in kvadratı bərabərdir mənfi 9'a. Mən burada həlli yoxdur. Aha, həlli yoxdur. Aferin. 3. 15x'in kvadratı plus 7x bərabərdir 0. Yox, mənfi 0,4 x'in kvadratı plus 2,7 bərabərdir 0. Burada mənfi 0,4 x'in kvadratı bərabərdir mənfi 2,7 olacaq. X kvadrat bərabər 9, x də bərabərdir müsbət mənfi 3'ə. Bəli, deməli kökümüz müsbət mənfi 3'dür. Sonra dördüncü. 64 z'in kvadratı bərabərdir 169'a. Z'in kvadratı bərabərdir 169 bölünsün 64. Z də bərabərdir mənfi müsbət 13 bölünsün 8. O da bərabərdir 1,8'ə 5'ə. Yani müsbət mənfi olacaq. O da 1,8'də 5 olacaq. 5. 3y kvadratı plus 5 bərabər 0. 3y kvadrat bərabər mənfi 5. Mən bunun kökü yoxdur. Bəli, mənfi 5 olduğu üçün kökü yoxdur. Səmral altındadır. Orada keçək 9'a. 36 y'in kvadratı bərabərdir 121. Y2 121 bölünsün 36. Y də bərabərdir mənfi müsbət 11 daha. 6'da 11. O da bərabərdir mənfi müsbət 1,6'da 5'ə. Bəli. 9. Həlliyi həll edin. Birincisində 121'də 100x'in kvadratı çıxılsın 49 bərabərdir 0. 121'də 100x'in kvadratı bərabərdir 49'a. Burada köklərini tapsaq, x-ə tapmışam müsbət mənfi 7,7. Bəli. Müsbət mənfi 7,7'dir. İkinci. Mən 9-cu misal yazamamışam. Bax.
Burada keçiriyor tərəfə. 9x-in kvadratı Səməd bərabər olacaq nəyə ağılı? 197-nin kvadratı çıxılsın 28-in kvadratı. Düz deyil. Buradan da x-in kvadratını tapanda 197'nin kvadratı çıxılsın 28'in kvadratını bölürsən nəyə? 9'a. Aynı oldu. Bu da düsturdu da. 197 çıxılsın 28. 197 üstə gəlsin 28. Aşağıda da 9. 197'den 28 çıxanda neçə qalacaq? 169. Düzdür mü? 164. Bəli. 197'den üstə 28 gələcək. 225. Hamısından da kök alıp çıxarda bilirsən də. Onda ikisi tapanda necə olacaq? 169'dan 13 çıxacaq. 225'ten 15 çıxacaq. 9'dan da 3 çıxacaq. 13'ü vuracaqsan 15'e 195. 195 de 3'e böləndə 65. Müsbət mənfi 65. Aynı oldu. Bəli. Geçti üçüncüye. Buyurun nə ver? 441'də 10.000 y kvadratı çıxılsın 1089 bərabərdir 0. 441'də 10.000 y kvadratı. Bir tərəfə sən də sən ol. Sana nə ver? Sən də keç bir tərəfə ağıllı. Hamısını. Bəli. 441'də 441 y kvadratı bərabərdir 1089. 89'a ay sağ ol. Orada aşağıda yazmışsınız 441 y yazdınız. Tamam, şaşmışam. Ha, burada da y kvadratını Ben- tapmaq üçün nə edirik? 1089'u böləcəyik. Olur. 441'də 10.000 yəni böləcəyik. 441'e böləcəyik 10.000'e. Ha, ilk hamısını kök 1089'dan alaq. 33 çıxır. Ha, yəni bir də neyini vurup hesablayaq. Elə kökünü alaq qoyaq ora. 33 çıxır bundan. O birisindən Ben 21 çıxır. 21 çıxır. Burada da O 100 birisində də çıxır. 100 çıxır. 33'ü 21'e vuranda 693, onu da 100'e böləndə 6 tam %93. Deməli, y-imiz bərabər oldu. Müsbət mənfi 6 tam %93. Ben, Aynı oldu. ben Səmrayda dördüncünü də sən də de ağıllı. Necə eləyə bilərik fikirlər? Səmral. Bəli müəllim. Ha, dördüncünü də gör nətər yaza bilərik. Yazaq nə? 225 nə? Y. Kvadratı bərabər. Sonra 677'nin kvadratı çıxılsın 52'nin kvadratı. ay sol. Sonra Müəllim, indi buradan düstur y kimi. kvadratını tapsa 677'nin kvadratı çıxılsın 52'nin kvadratını bölür Neçə? nəyə? 225'e. Yuxarı düsturdu nə yazaq? 677 çıxılsın 52 bir dəfədə 52. toplansın. Aha, o bir tərtibdə toplanmaz. Aşağıda da 225. Necə hesablayaq? 677'den 52'ni çıxanda qalır 625. 625 də nəyin kvadratıdır? 25'in. 25'in. 677 üstə gəlsin 52, 729. O da nəyin kvadratıdır? 27'ni. 27'nin. 225 də nəyin kvadratıdır? 15'in. Bəli. Deməli 25'i 27'ye vururuq və 675 onu da bölürük 15'e olur 45. Müsbət mənfi Bəli. 45. Aynı oldu. Bəli. Yəni qısa eləməyin yolu budur da. Bir də vur, böl, çöz. Vaxt ikisidir. 10-cu buyurun nəvə. Emin Aha. Emin qiymətlərini göstərin ki, verilmiş tənlik natamam kvadrat tənliyə çevrilsin. Emin bu qiymətləri üçün uyğun tənliyi yazın və həll edin. Birincisində 3x-in kvadratı plus 5 plus 4x çıxılsın 5 n plus 5 bərabərdir 0. Mən burada natamam kvadrat tənliyi olması üçün bir dəfə b-ni 0-a bərabər eləmişəm, bir dəfə c-ni 0-a bərabər eləmişəm. Onda bir dəfə mənfi 4 almışam, bir dəfə də mənfi 5 almışam. Həll eləmək olar. Olar. Düzdür. Deməli bir dəfə olacaq emimiz
Mənfi Mənfi 4. 4 olacaq. Bir dəfə də Bir dəfə mənfi də 5. m'imiz mənfi 5 olacaq. Bəs Bəli. ikincidə Səmra. Mən ikincidə Bir dəfə m'imiz müsbət 2. Bir dəfə də m'imiz neçə olacaq? 15. Ay sağ ol. 3. 2x'in kvadratı çıxsın m minus 7x plus m minus 3 bərabər 0. Bir dəfə m'imiz 7-yə bərabər olacaq. Bir dəfə də 3-ə. Bəli. 4. Mən bir dəfə m'imiz 8, -8-ə bir dəfə də n'imi Bəs 7'ye. deyə. Bəli. Natamam olacaq da. Yəni tam kvadrat tənliyimiz olmayacaq. Gəldik 11-ə. Tənlik X-in maraq. asimetrlərində kəsrlər bir-birinə bərabərdir. Mən burada bunları bir-birinə bərabər eləmişəm. Sonra çapraz vurmuşam, həll eləmişəm. Bəli. Tənasüb kimi çarpaz vurub həll edirik. Məsələn, birincidə yazıram ki, 2x'in kvadratı plus 3x bölünsün 5 bərabərdir. Bərabərdir. 3x'in 3x kvadratı çıxılsın x bölünsün 6. bərabərdir 6. Ayşə çarpaz vuranda 12x'in kvadratı 12x kvadratı plus 18x x bərabərdir bərabər olacaq 15x-in 15x'in kvadratı 5x. çıxılsın 5x-ə. Kvadratları Mən bir mesela tərəfə keçirəndə bir tərəfə yığanda yəni mənfi 3x-in kvadratı 3x'in yəni mənfilər kvadratı gəlir 2x çıxılsın. kvadratı çıxılsın 23x bərabər 0. Bəli, 18 ilə də 5-i toplayırıq o tərəfə keçəndə 23x bərabər 0. Ayrı-ayrılıqda köklərini tapırıq da. Sonra bir dəfə x-i mövtə çıxartın çıxartmışam. Bəli, x-i 0 olacaq. O birisi də Bəli. 3x çıxılsın O birisi 23 20 bərabərdir 0-a. 3x 3x bərabər 23-ə x də 23-ə bərabər 2 bölünsün 3 yazmışam. yəni 7 tam 7 3-də 3-də 2. Yox, bu da bunun kökləri. İndi Səmra, ikincini sən də mən yazım. Səmra, ikincini de. Ha, nə oldu? Mən burada çarpaz vuracaq yoxsa? Yenə də bərabər belə həll edəcəyik. Bir-birinə bərabərdir çünki. Ne yazacağım? 4x'in kvadratı çıxılsın 5x 15 vurulsun bölünsün 8. 3 bərabərdir. 2x kvadrat plus 7x bölünsün 8. Onu ne yazaq? 4x'in kvadratı çıxılsın 5x vurulsun 8. Birbaşa vuraq. 4'ü 8'e vurulur. 32x'in kvadratı çıxılsın Nasıl 4x çıxılsın 40x. bərabərdir. 6x'in kvadratı 6'nın kvadratı üstə gəlsin 21x. 21x. Keçirək bir tərəfə. 32'dən 6 çıxar. 28. 28 yox. Yox müəllim 26. 26x'in kvadratı çıxılsın 61x bərabərdir 0-a. Bir kökümüz 0 eləyir. X'in mötərizə xaricində çıxarsa. O bir kökümüz nə olacaq? 26x çıxılsın 61 bərabərdir 0-a. X də bərabərdir 61 bölünsün 26. Bəli. Yəni belə deyək də 2 tam 26-da 9. Ay nə oldu? Bəli. 12 minəvvər. Tənliyi həll edin. Birincisi kök altda x-in kvadratı çıxılsın 9 bərabərdir 4. Mən burada 4-ü kvadrat yüksələcəyik. X-in Yəni kvadratı çıxılsın kökdən azad eləmək üçün dərəcəmiz 2-dir də. Kvadrata yüksəlir ki, kök getsin. Doğrudur. Bəli. X-in kvadratı çıxılsın 9 bərabər olacaq 4-ün kvadratı, yəni 16-ya. X-in kvadratı bərabər olacaq 25-ə. X də bərabərdir müsbət mənfi 5-ə. Doğrudur. İkinci Səmra. İkincidə Yine kvadrata yüksəlt də alır. 3 kökün altını saxla. 3x kvadrat plus 8 qalsın öz yerində. Digər tərəfi kvadrata yüksəlt. Kvadrata yüksəltsən nə alasın?
Mənim 3x'in kvadratı üzərinə gəlsin 8 bərabərdir. X 5x 5x 5x'in kvadrat. kvadratı. Kvadrat. Bəli. Keç indi bir tərəfə. Mənim 3x'in kvadratı üzərinə gəlsin 8 çıxılsın 5x'in kvadratı bərabərdir 0. Belə eləmə. Elə 5x'in kvadratına 3x'in kvadratını çıx. 2x'in kvadratı. Aha, 2x kvadrat bərabərdir 8-ə. X kvadrat da bərabərdir nəyə? 6'ya. 8 2'ye bölürsən. Hə, 8 2'ye böldü. 4. 4. X də bərabərdir müsbət 2. Mənfi 2-ni götürə bilmərəm axı. Aynı oldu. Bəli. Üçüncü, buyur sən nə ver? Kök altında 5x'in kvadratı plus 6 bərabərdir. X kök altında 7. Ben burada kvadratı hissədəcəyik. 5x'in kvadratı plus 6 bərabər olacaq. 7x'in kvadratda. Ona bir tərəfə keçirsə 2x'in kvadratı bərabər olacaq 6'ya. X'in kvadratı da bərabər olacaq 3'ə. X də bərabər olacaq da kök altında 3'ə. Bəli, müsbət 2. Buyur Ben burada Səmra. mənfi niyə götürə bilmirik ki? Çünki kökün altı mənfi ola bilməz axı. Ben. Ancaq müsbətini götürür. Dördüncü Səmra. X'in kvadratı üzərinə 24 bərabərdir 7x kvadratı. 7x'in kvadratı. Aha. Mən bir tərəfə keçirdirik. Olur 6x'in kvadratı bərabərdir 24. X'in kvadratı bərabərdir 4'ə. X bərabərdir 2'yə. Müsbət 2 var. Aynı oldu. Bəli. Geçtik 13'e. 13 detaylıktı, 14 detaylıktı. Buyur sen, Münevver sensen, soru sende. Ben. Həlliyi həll edin. Aha. Birincisində 2x kvadratı plus 5x bölünsün 3 bərabərdir. 3x çıxılsın x-in kvadratı bölünsün 5'ə. Burada bunları bir-birinə çarpaz vurarıq. Onda olacaq 10x-in kvadratı plus 25x bərabərdir 9x minus 3x-in kvadratı. Peki. Ben de yazsam. Aha. Deməli dedin ki, çarpaz vururuq. Yəni oldu bizdə nə? 10 x'in 10x kvadratı kvadratı plus 25x 25x bərabər bərabərdir 9x x çıxılsın çıxılsın 3x 9x'in kvadrat. kvadratı. Aha. İndi yığırsan bir tərəfə. Mənim 3x-in kvadratı olmur. 3x'in kvadratı. Aha. Bir tərəfə yığanda nə olur? 13x-in kvadratı A, plus 16x bərabərdir 0. bəli. Bir kökü yenə də 0 olacaq. Ben bir kez 0 olacak. O bir çeşitde 13x plus 16 beraberdir 0'a. Onda 13x beraberdir mənfi 16'ya. X de beraberdir mənfi 16 bölünsün 13. Yani mənfi 1 tam 13'te 3. Aferin. Bir kökü də 0. Səmra buyur. İkinci. İkincidə mən burada kvadratı Çarpaz yüksəldəcəyik. Ha, Çarpaz mı? yüksəldəsən o heç. Çarpaz vur. 12x çıxılsın 8. Sonra 14x'in kvadratı üzərinə gəlsin 16. Belə eləyək də Səmra. 4 vurulsun yazaq əvvəlcə. 3x çıxılsın 2'nin kvadratı bərabər olsun. 2'ni 7'yə vuranda 14x'in kvadratı plus 16. İndi aça bilərsən, aç. 4 vurulsun. 3x'in kvadratı neçə edir? 9x'in kvadratı çıxılsın 12x plus 4. Müxtəsər olmaq üstünü açdık da. Aynı oldu. Vururuq. 36x'in kvadratı çıxılsın 48x
Üste gelsin 16 beraberdir 14 x'in kvadratı plus Ömer diyor. 16'lar gelir Semra. 36'dan neye çıkırsan? Bəli. 36'dan 4'ü çıkırsan. 14'ü bəli. 14'ü çıkanda ne kalacak? 22 x'in kvadratı beraberdir. Sonra 48 x de öz yerine kalır da. Beraberdir 0. Kökü biri 0 olacak. Biri de 48 bölünsün 22 olacak. 48 bölünsün 22'ni de 2'ye çarparsak 24 bölünsün 11 olacak. Yani 2 tam 11'de 2. Ay ne oldu? Bəli. Buyur Münevver. İkincisinde 3x minus 3x'in kvadratı bölünsün 2 ve 3x'in kvadratı plus x bölünsün 3. Bunları birbirine çarpaz vuracağıq. Aha. Olacaq 9x minus 9x'in kvadratı bərabərdir 6x'in kvadratı plus 2x. Bir tərəfə Ben keçirəndə mənfi neçə eləyir? 15 x'in Mən kvadratı. 15x'in kvadratı. Sonra x'lerde de olacaq 7. X plus 7 x bərabərdir 0-a. Burada x'i çıxadacaq. Bir dəfə x bərabər olacaq 0-a. Bir dəfə də mənfi 15x x çıxacaq mənfi 15x plus 7 bərabər olacaq 0-a. Mənfi 15x bərabər olacaq mənfi 7-yə. X də bərabər olacaq 7 bölünsün 15-ə. Yəni 15-də 7. Yəni şey eləyir. 7 bölünsün 15 olur bəli. Ben Süper. Dördüncünü də Səmra səndə keçir. Mən burada 6 üzərinə gəlsin 2. Yox, Səndə 12. müxtəsər maçlar düşür. Səmra. Altını vururuq yenə də nəyə? 1-ə. Sən əvvəlcə birincinin müxtəsər maçlarını aç da. 1 plus 2 x'in kvadratını nətər açırsan? Əməlim. Birinci, Birin, birincinin birin kvadratı üzərinə gəlsin 2. O aha bəli, o da üstündən açılır. Bir üstə gəlsin. 2 2 x'ı nəyə vurulsun. vurarsan? 1'ə, 2 sonunda 2'ye vurarsan da 4x. Bəli. Üstə gəlsin 2 x'in nəyi? Kvadratı. Yəni 4x'in kvadratı. Bunu da vurarsan nəyə? 6'ya. Bərabərdir. 3'ü də vurarsan 3x plus 2'ye. Yəni 9x plus 6'ya. Sonra mötərizəni açarsan da 6 plus 24 x plus 24 x'in kvadratı. Beraber 9x plus 6. 6'lar yine gidecek. 24 x'in kvadratı düştü mü? 24 x'ten de 9x'e çıkarsın. 15 x beraber de 0'a. Türkler ne olacak? Biri 0 olacak. Yani ikisini O zaman ortaya bir mənfi Biri de olacak. Menfi 15 bölünsün 24. Menfi 15 bölünsün 24'ü başka cür necə göstərir? 5 ile 3'e xısar aparsa. Mənfi 8 mənfi 5 bölünsün 8. Yəni 8'də 5. Aynı oldu. Buyur Münəvvər ağıl. 14'ü de tamamlayaq. Sen neyi halledin? Birincisinde 6x'in kvadratı çıxsın 7x plus 8 bərabərdir 2x'in kvadratı plus 3x plus 8'ə. Mən burada bunları bir tərəfə keçirsək, olacaq 4x'in Başa yazaq kvadratı onda. çıxsın. 4x'in Mən 4x'in kvadratı. kvadratı çıxsın 10x bərabərdir 0 olacaq. 0. Yenə də köklərini qısa olaraq 2x'i tapsaq. Biri 2x'i 0 çıxasa olacaq. 1 0'dur. O birisində Onu 2x da 4'e çıxasa bölsək. mən Tamam. birində 2,5 almışam. Bəli, qısa. İkinci. Səmra, sənə tez-tez qısadır. Mən burada ikincidə 3 y-in kvadratından neyi yetsən? Y kvadratını çıxarsan da o tərəfə keçirəndə. bəli Olacaq 2 11 y
Y 11 çıxılsın gedəcək. 50 bərabər 0-a. Bəli, 11 iliklər gedəcək. Y-in kvadrat da bərabərdir 25-ə. O da bərabərdir. Y bərabərdir. Mənfi müsbət 5. 5. Bəli, üçüncü nə var? Bir tərəfə E, yığsaq, bir dəfə çıxıb mənfi 6x-in kvadratı çıxılsın 7x bərabərdir 0 olacaq. aysa. Bir Hər dəfə tərəfi x-imiz 0 mənfiyə bərabər olacaq. vursaq, 6x plus 6x 7x kvadratı plus 7x bərabər 0. Bir dəfə 2 0 olacaq. X bir dəfə 0 olacaq. Bir dəfə də x çıxartsaq 6x plus 7 bərabər 0 olacaq. Yəni mənfi 7-yə x də bərabər olacaq. Mənfi 7 bölünsün 6. Yəni mənfi 1,1. 1 tam altta bir daha. Biri 0 oldu, biri də mənfi 1 tam altta bir. Sonra dördüncü nədir? Yığ bir tərəfə. Mən 0,2 Y-in kvadratı üzərinə gəlsə 17 Y çıxılsın 1. 0,8 Üzərinə y-in gəlsin kvadratını gəlsə neçə eləyəcək? Y kvadratdan bir yığsa. 1 Bəli, Y-in olacaq kvadratı. y-in kvadratı. Y-in Y-liklər kvadratı. gedəcək. Çıxılsın 3-ün də 4 üstünə mənfi 1 gələcək 4. bərabərdir 0. Köklərini tapsaq, Mən A1, B4, C-də 0. yəni müsbət mənfi 2 olacaq. Bəli. Y kvadrat bərabərdir 4-ə, y də bərabərdir müsbət mənfi 2-yə. 53-cü səhifəni işləmişdirsə, uşaqlar. Bəli. Hı.